Amos 6-cı fəsil. İsrailin nahaq yerə gücə arxalanması. Vay halınıza ey Siyonda laqeyd olanlar! Samariya dağında arxayın oturanlar! İsrail nəslinin müraciət elədiyi millətlər arasında adlı sanlılar! Kalneyə keçib görün, oradan böyük Hamata gedin, Filiştinlərin Qat şəhərinə gəlin. Onların halı bu ölkələrdən daha yaxşıdırmı? Onların ərazisi sizinkindən böyükdürmü? Vay halınıza, ey bəla gününü uzaq sanıb, zorakılığı taxtına yaxınlaşdıranlar! Ey fil dişi ilə bəzənmiş çarpaylarda yayxanıb, yataqlarda uzanıb, sürüdəki quzulardan, axurun yanındakı danalardan götürüb yeyənlər! Lira çalıb bədahətən oxuyanlar! Güya Davud kimi musiqi alətləri ilə nəğmə deyənlər! Piyalə-piyalə şərab içənlər! Bədənlərinə əla yağlar sürtənlər! Lakin Yusif nəslinin qırğınına görə narahat olmayanlar. Bundan ötürü indi sürgünə başda siz gedəcəksiniz. Keflənib yayxananların ziyafəti başa çatacaq. Xudavənd Rəbb öz haqqına and içir. Ordular Allahı Rəbb bəyan eləyir. Yaqub nəslinin qüruruna nifrət eləyirəm. Qalalarından zəhləm gedir. İçində olanlarla birlikdə paytaxtlarını təslim eləyəcəyəm. Əgər bir evdə 10 nəfər qalsa, onlar da öləcək. Ölən bir nəfərin qohumu onun cəsədini götürüb yandırmaq üçün gələcək. Evin içində olana, yanında kim var deyə soruşanda, o da heç kim söyləyəcək. Onda o qohum belə deyəcək: Sus, Rəbbin adını çəkmək olmaz. Çünki Rəbb əmr eləyəndə böyük evlər parça-parça olub yıxılacaq. Kiçik komalar da qırıq-qırıq olub dağılacaq. Qaya üzərində atlar çaparmı? Orada kim öküzlərlə kötan sürər? Sizsə ədaləti zəhərə döndərmisiniz, bərayəti də acıya çevirmisiniz. Ey Lo-devarı tutub Qarnayimi öz gücümüzlə almadıqmı deyərək lovğalananlar. Ordular Allahı Rəbb belə bəyan eləyir. Budur, ey İsrail nəsli, mən sizə qarşı bir millət çıxarıram. Hamat keçidindən Arava vadisinə qədər onlar sizə zülm eləyəcək.